Salam dəyərli izləyicilər, yenidən hər birinizi xoş gördük. Bu gün də sizlər üçün maraqlı bir video ilə gəlmişəm. Əvvəlki videoya nisbətən bu video biraz qısa olacaqdır, amma əminəm ki, qısa olmağına baxmayaraq olduqca faydalı bir video olacaq sizlər üçün. Bugünkü mövzuda biz nə izah edəcəyik? Yəni burada sol tərəfdə baxın, qısa bir cədvəlimiz var. Biz cədvəlimizdə olan məlumatlara uyğun sıra sayının verilməsini, yəni avtomatik şəkildə bura necə yazılsın, onu mən sizə göstərmiş olacağam. Bunun üçün biz if və row funksiyalarının birləşməsindən istifadə edəcəyik. Keçək vaxt uzatmadan düsturumuza. Yazırıq ki, bərabərdir if. Deyirəm ki, əgər mənim B2 xanam kiçikdir, böyükdür, boşluq. Yəni B2 xanam əgər kiçikdir, böyükdür, o deməkdir ki, yəni məlumat var da, boş deyil. Deyirəm ki, əgər B2 xanam boş olmazsa, o zaman mənim üçün sıra nömrəsi verir. Sıra nömrəsi də biz bir row funksiyasını istifadə edirik. Row, o zaman row'un da referensinə biz referens ötürməliyik də, düzdürmü? Referensi də A1 veririk. Yəni, niyə görə A1? Çünki sıra nömrəsi 1-dən başlasın, yəni 1, 2, 3, 4 belə. A1, row'unu verdik biz bura A1. Əgər yox dedim ki, mənim xanam o zaman dolu olarsa, A1 olsun, yox boş olarsa, mənim üçün xanamı boş saxlamış olur. Boş saxlamış olsun. Düsturumuz artıq hazırdır. Mən bunu digər sütunlarımıza, belə daha doğrusu sətirlərimizə tətbiq edirəm. Bura heç nə yazılmadı. Niyə? Çünki mənim burada məlumat qeyd edilməyib cədvəldə. Məsələn, yazıram bura alma. Avtomatik şəkildə bizə bir yazılmış oldu. Gördünüzmü? Bura boşdur. Yazıram bura armud, kartof, soğan və s. Yəni, bunu biz doldura bilərik kifayət edir. Yəni, mən yazdıqca avtomatik şəkildə mənim üçün burada sıralanmış oldu. Mən nəyə görə burada A1 verdim? Yoldaşlar, qeyd etdim ki, sıra rəqəmi 1-dən başlamış olsun. Yaxşı, bəs mən bura A2 qeyd etsəm nə olacaq? A2 qeyd etsəm, sıra nömrəm artıq 2-dən başlamış olacaqdır. Niyə görə? Çünki referans olaraq mən roya bu sütunu verdim. Dedim ki, mənim üçün 2-dən başla. Ona görə biz A1-i burada qeyd edirik ki, yəni mənim üçün bu sıra rəqəmi 1-dən başlamış elə. Bu şəkildə tətbiq edirəm və məlumatlarım burada yazılmış oldu. Bu qədər yoldaşlar. Ümid edirəm bu videoda sizlər üçün faydalıdır, faydalı olacaqdır. Bunun üçün şərh bölməsində fikirlərinizi mütləq şəkildə qeyd etməyi unutmayın. Bu mənim üçün əlavə bir dəstək və motivasiya verir. İzlədiyiniz üçün hər bizə təşəkkür edirəm. Növbəti videolarda görüşərik.